Sumqayıtda qətl törədilib. Aprelin 9-da gecə saatlarında 4-cü mikrorayon ərazisində yerləşən çay evinin qarşısında 25 yaşlı Sumqayıt sakini Rəşid İbişov qətlə yetirilib. Bir neçə bıçaq zərbəsi alan Rəşid İbişov xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Sumqayıt şəhər polis idarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs ələ keçib. Məlum olub ki, Rəşid İbişovu tanışı 22 yaşlı Mahir Dəmirov qətlə yetirib. İfadəsi zamanı o, Rəşidi onun ünvanına nalayiq sözlər dediyinə görə qətlə yetirdiyini bildirir. Görüşdük, oturduq, çay içdik, neysə, telefonumda şəkil oldu, şəkili götürmək istədi, dedim götürmə, dedi, sən öl götürməyəcəm. Yəni, sən ölü yalandan vurdu, əsəbləşdim, çıxdıq çölə, əl atdı, döydü, elədi. Yəni, söyüş söydü, ana söyüş söydü, mən də yəni vurdum, belə də yəni cəb elədim. Yəni, bir də olsa bir də vuraram. Qeyd edək ki, qətlə yetirilmiş Rəşid İbişov əvvəllər dələduzluq maddəsi ilə məhkum olunub. Mahir Dəmirov isə əvvəllər hərbi xidmətdə olduğu müddətdə cinayət törədib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda qəsdən adamı öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir.